Abşeron rayonunda qadınlar arasında yaranan mübahisə sonunda cinayətlə nəticələnib. Hadisə ötən ilin avqustun 21-də rayonun Qobu qəsəbəsində baş verib. Ağcabədi rayon sakini 1993-cü il təvəllüdlü Sevil həmin gün saat 18 radələrində yaşadığı evin həyətində qonşusu Rəqsanənin yaşadığı evin həyətindən onlara yol verməməsini, qaynanası və əzyaşlı oğlunu söyərək təhqir etməsini irad bildirib. Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Rəqsanənin boyun nahiyəsinə bir də neçə dəfə vurub, əlindəki tutaraq barmaqlarını sıxıb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İş üzrə izahat verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, qaynanası Nəsibə ilə bir evdə yaşayır. Zərər çəkmiş Rəqsanəni tanıyıram, onunla qonşuluqda yaşayıram. Bizim yaşadığımız evin yolu Rəqsanənin yaşadığı evin həyətindən keçir. Əslində həmin yol bizə aiddir. Yolumuz Sevilin həyətindən keçdiyi üçün hər dəfə həmin yolu keçməklə bağlı onunla sözlü mübahisələrimiz olub. Mən və qaynanam Nəsibə dəfələrlə Rəqsanəyə dedik ki, hasarı öz ərazisindən çəksin. Lakin Rəqsanə həyətinin hasarını bizim yolumuzun üstündən çəkdi və bizim yolumuz onun həyətinə düşdü, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin avqustun 21-də saat 15 radələrində işdə olan zaman azyaşlı oğlu Əli ona zəng edib. Oğlum dedi ki, nənəsi ilə yolu keçən zaman Rəqsanə ona hədə-qorxu gəlib, oğlumu və qaynanamı söyüb, oğlumu sinəsindən vuraraq itələyib. Oğluma dedim ki, heç kimlə işin olmasın. Həmin gün saat 18 radələrində işdən evə gələn zaman Rəqsanənin evin həyətində dayandığını gördüm. Ona dedim ki, niyə uşağımı, qaynanamı söyüb təhqir etmişsən? Uşağımı qorxudaraq itələmişsən. Rəqsanə isə uşağıma heç nə eləmədiyini söylədi. Rəqsanə sözünü bitirən kimi məni söyüb təhqir etdi. Üstümə cumaraq məni vurmağa başladı. Mən də özümü müdafiə etmək üçün Rəqsanəni yumruqla baş və boyun nahiyəsindən vurdum. Sonra əlindən tutaraq barmaqlarını sıxdım və barmağı sındı. Həmin vaxt Rəqsanə məndən ayrıldı. Sonra öz yaşadığım evə gəldim. Evdə Rəqsanə ilə aramızda olan davanı qaynanama danışdım. O da Rəqsanəyə baş qoşmamaqmı dedi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Rəqsanənin sözlərinə görə Sevil onunla qonşuluqda yaşayır. Sevilin qaynanası Nəsibə çoxdan ev almalarına baxmayaraq keçməyə yolları olmadığından həmin evdə yaşayıblar. Təxminən 2 il olar həmin evdə yaşayırlar. Nəsibə yaşadığım evin yolu mənim yaşadığım evin həyətindən keçməməsinə baxmayaraq gələrək həyətin hasarından yol açdı. Həyətdən keçərək getdilər. Nəsibəcilin ümumiyyətlə keçməyə yolları yoxdur. Mən dəfələrlə Kəmaləyə bildirmişəm ki, keçdikləri yol mənim həyətimdən aiddir. Özlərinə həyətindən kənarda yol salsınlar. Lakin Nəsibəcil bununla bağlı heç bir nəticə çıxarmadılar. Bununla bağlı aramızda dəfələrlə mübahisələrimiz olub, deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, 2025-ci ilin avqustun 21-də saat 15 radələrində yaşadığı evin həyətində olan zaman bir nəfər naməlum kişinin həyətindən keçdiyini görüb. Həmin şəxsə həyətimdə nə etdiyini soruşdum. O Nəsibənin evində usta işlədiyini bildirdi. Həmin tanınmadığım şəxsə həyətimdən çıxmasını, bir də bu həyətə girməməsini bildirdim. Bununla bağlı Nəsibə ilə aramızda sözlü mübahisələrimiz oldu. Nəsibə məni söyərək təhqir etdi. Həmin vaxt hücum çəkərək
qızımı vurmaq istədi. Mən də Nəsibənin qarşısına keçdim və buna imkan vermədim. Daha sonra Nəsibə getdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qızımın döyülməsi haqqında məlumat verdim. Aradan 1-2 saat keçdikdən sonra saat 18 radələrində Nəsibənin gəlini Sevil gəldi və mənə sən kimsən mənim qaynanamı söyüb təhqir edirsən deyə bildirdi. Bununla bağlı Sevil ilə aramızda sözlü mübahisələrimiz oldu və biz əlbəyaxa olduq. Həmin vaxt Sevil yumruqla boyun nahiyəmə zərbələr indirərək əli ilə sağ əlimin çeçələ barmağını sındırdı deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Abşeron rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.12, 1.16 və 5.1-ci bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib. Bundan başqa Bakıda gecə saatlarında küçənin ortasında yaşanan insident məhkəmə zalında yekunlaşıb. Sevgilisinə əl qaldıran gənc oğlanın aqibəti bəlli olub. Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 29 yaşlı Vüsal sevgi münasibətində olduğu Zərrinlə gecə saatlarında küçədə qarşılaşıblar. Qadının evə gec qayıtması və müxtəlif yerlərdə əylənməsi tərəflər arasında ciddi mübahisəyə zəmini yaradıb. Gənc oğlan iradlarını bildirərkən qarşı tərəfin işlətdiyi nalayiq ifadələr vəziyyəti daha da gərginləşdirib. Hissinə hakim ola bilməyən Vüsal qisas almaq niyyəti ilə qadının baş nahiyəsinə yumruq zərbələri indirib. Faktla bağlı dərhal araşdırma başlanılıb və Vüsala qarşı Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Lakin məhkəmə prosesi gözlənilməz sonluqla bitib. Məlum olub ki, təqsir tərəflər artıq barışıblar. Zərər çəkən qadın şikayətindən imtina etdiyi üçün Nizami rayon məhkəməsi cinayət işinə xitam verilməsi barədə qərar çıxarıb. Beləliklə, təqsirlənən şəxsin məsuliyyətdən azad edilib, yəni sevgilisini döydüyü üçün məhkəmə qarşısında çıxarılan şəxs qarşı tərəfinlə barışdığına görə cəza almadan azadlığa buraxılıb. Bakıda ər-arvad arasında mübahisə də cinayətlə nəticələnib. Hadisə Nizami rayonunda baş verib. Qəbələ rayon sakini 1992-ci il təvəllüdlü Tural bircə yaşadıkları evdə arvadı Südabə ilə mübahisə edib. Aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qisas almaq məqsədi ilə qəsdən bir dəfə əli ilə qadının sağ ayaq nahiyəsinə vurub ona xəsarətlər yetirib. Faktla bağlı Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb, ərini bağışlayıb. Nizami rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.